Və yaxud da cəhalətin üzürlü olması. Baxmayaraq ki, üzürlü olmayan deyənlər də var. Lakin deyir ki, bu şaz rəyidir, bu çox zəif rəyidir. Ta qədimdən elə əksər alimlər onun üzərində durublar ki, tövhid məsələndə fərqi yoxdur. Bu istəyir adlı sifətləri olsun, istəyir uluhiyyət tövhidi olsun. Bunun özünü ayırmağa bir xüsusi bir dəlil lazımdır. Yoxdur belə bir şey. Cəhalətin üzürlü olmasında deyir ki, qardaş, yəni şirk, küfür məsələlərini, cahillikdən bu nedənlər haqqında alimlərin sözləri var ki, üzürlüdür. Ta ki, ona hüccət çatana qədər. Əgər hələ ayə olsaydı Quran-ı Kərimdə ki, cahillik üzür deyil, ümmət demək olar ki, icma həddinə çatmazdı bu məsələdə. Bismillahirrahmanirrahim. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə əbəd. Belə bir xəstəlik növü var, qardaşlar. Mitomaniya, psixoloji xəstəlikdir. Nə deməkdir mitomaniya? Bir insan o qədər yalan danışır ki, bir yalan üzərində o qədər fokuslaşır ki, artıq öz yalanına özü inanmağa başlayır. Yalan danışdığını belə unudur. Artıq zənn edir ki, doğru danışır. Buna mitomaniya sendromu deyirlər. Yəni, insan ola bilər, hər hansı bir alimin sözünü oxuyar, nəqlini oxuyar və deyər ki, falan alim şirkdə cəhaləti üzür görüb, falan alim cəhalətə üzür görüb deyər. Yəni, biz də uzaqbaşı deyərik ki, sən səhv başa düşmüsən, bu onu qəsd etməyib, şirkdə cəhalət üzür deyil falan. Və ya deyərik ki, bəli, falan alim cəhalət üzür görüb, bu normaldır. Amma demək ki, cəhaləti üzür görməmək, cəhalət üzür deyil görüşü, şaz görüşdür demək, bunu iddia etmək üçün, yəni mitomaniya xəstəsi olmaq lazımdır. Yəni dində, dinin bütün məsələlərində, tövhid, əqidə, usul-i-din məsələlərində ümumən cəhalətin üzür olduğunu demək, yəni bu icmaya yaxın görüşdür demək, hətta icmadır demək, əksinin isə üzür olmadığını dində, usul-i-dində, tövhid məsələlərində üzür olmadığını demək şaz görüşdür kimi fikir irəli sürmək, bu dediyim kimi, bu çox qəribə bir şeydir. Şaz nə deməkdir, qardaşlar? Şaz ümumi qaydalar və yayğın görüşə müxalif bir görüş. Məsələn, ümmət arasında hamılıqla qəbul edilmiş bir hökm var. Bir nəfər də bəzi naslardan ictihad edərək bu qəbul edilmiş hökmə müxalif hökm qoyur. Buna deyirlər şaz görüş. Məsələn, tutaq ki, müşriklərin kəsdiyi ət haramdır. Bu ümumi qəbul edilmiş bir qaydadır. Ət kəsən kəs müsəlman olmalıdır. Bu ümmət arasında qəbul edilmiş ümumi bir görüşdür. Amma tutaq ki, İmam Əhmədin zamanında Əbu Sevir, Əhl-i Sünnətin o da böyük imamlarındandır. Bəzi nasların zahirindən götürərək məcusilərin kəsdiyi əti halal görmüşdür. Ki, o da Allah Rəsulü sallallahu aleyhi və səlləmin hədisinə əsaslanaraq ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, məcusilərlə kitab əhli kimi davranın. Amma burada tamamilə başqa bir şey qəsd olunur. Ancaq Əbu Sevir bu qənaətə gəlmişdir ki, kitab əhli kimi davranından belə nəticəyə gəlmək olar ki, kitab əhlinin kəsdikləri halaldırsa, məcusilərin də kəsdikləri halaldır. Bu şaz görüşdür. Buna deyirlər şaz görüş. Yəni, heç kəsin demədiyi, heç kəsin qəbul etmədiyi, ümumi ümmətin imamlarının qoyduğu üsula, qoyduğu qaydaya, qoyduğu hökmə, Quran və sünnətin açıq hökmünə müxalif bir görüş deyək. Burada da, yəni, dinin bütün məsələlərində, usulda, dinin üsullarında, tövhid, şirk, əqidə məsələlərində cəhalət üzürlüdür, cəhalət üzür deyil, görüşü şaz görüşdür demək, təxmini bunu iddia etməkdir. Halbuki biz araşdırdıqda görürük ki, qədimdən bəri məzhəb imamlarından günümüzə qədər yüzlərlə, minlərlə alim, imam, elm əhli dinin üsullarında, əqidə məsələlərində cəhalət üzür görməyiblər. Bu açıq, aydın naslarla sabitdir. Hətta icmalar mövcuddur bu barədə. Məsələn, İmam Qarrafi Əl-Maliki rahiməhullah buyurur ki, bil ki, Allah dinin üsullarında icma ilə cəhaləti üzür görməmişdir. Şərh-ü Tənkihül Fusul adlı əsərinin 439-cu səhifəsində icma zikr edir ki, Allah
dinin üsullarında icma ilə cəhaləti üzür görməmişdir. Yəni necə şaz görüşdürsə, bu barədə İmam Qarrafi icma zikr edir. Ya İmam Qarrafi yalan danışır, belə bir icmanı zikr etməklə yalan danışır, ya da bu kəslər yalan danışır. Üzürlü deyil. Yenə İmam Qarrafi rahimehullah Əl-Furuq əsərinin 2-ci cild 149-cu səhifəsində buyurur ki, usulü dində cəhalətə etibar olunmaz. Səhih əqidəni soruşaraq və araşdıraraq öyrənmək lazımdır. Kim cəhaləti səbəbilə bir əqidəyə bağlanarsa, açıq şəkildə günaha girmişdir və məzhəblər arasındakı məşhur görüşə görə bu günahkar bir kafirdir. İctihadındakı xatası ilə üzürlü deyil. İctihadındakı xatası ilə üzürlü deyil. Məzhəblərdən ən səhih görüşə görə bu kəs kafir olmuşdur. Yəni İbn Həcər Əl-Heytəmi Əl-Ə'lam adlı əsərində sufilərin küfür sözlər olan dualarından bəhs edərkən buyurur: Bilməlisən ki, bu duaların nəticələrini bilməmək Allah qatında üzürlü deyil. Yəni sufilər dualar edirdilər, duaları küfürlə doluydu. İçərisində küfür olan sözlər işlədirdilər. İbn Həcər Əl-Heytəmi deyir ki, bilməlisən ki, bu duaların nəticələrini bilməmək Allah qatında üzürlü deyil. Çünki şəriət mükəlləfin qaldırmaq imkanı olan hər cəhalətin cahil üçün üzürlü olmadığını bildirmişdir. Şəriət bildirmişdir ki, bir kəs cəhaləti özündən qaldırmağa qadirdirsə, bu kəs cahilliklə üzürlü deyil, artıq ondan üzür qalxmışdır. Yəni Qadi İyad Əl-Məliki rahimehullah buyurur ki, əgər bir kəs əqli yerində səlim bir vəziyyətdədirsə, heç kəs küfürdə cəhaləti ilə üzürlü olmaz. Yalnız qəlbi imanla dolu olduğu halda ikrah olan xaric. Nə deyir? Əgər bir kəs əqli yerində səlim bir vəziyyətdədirsə, heç kəs küfürdə cəhaləti ilə üzürlü olmaz. Yalnız qəlbi imanla dolu olduğu halda ikrahı olan xaric. Əş-Şəhr-ü Şifə 2-ci cild 438-ci səhifədə. İmam Şəmsuddin bil-A'rafə Əl-Məliki riddətdən və bu məsələdə cəhalətin üzür olmamasından bəhs edərək buyurur ki, həqiqətdə küfrün gərəklərində cəhalət üzürlü deyildir. İmam Şafi rahimehullah Əl-Mənsur fil-Qavaidul Fiqhiyyə adlı əsərdə İmam Şafidən nəql olunaraq deyilir ki, əgər cahil cəhaləti səbəbilə üzürlü olsaydı, cəhalət elmdən daha fəzilətli olardı. Çünki quldan mükəlləfiyyəti qaldırmış və qəlbini sıxıntıdan xilas etmiş olardı. Cəhalət üzürlü olsaydı, o elmdən daha xeyirli olardı, daha fəzilətli olardı. Nə üçün? İnsan öyrənib, onun mükəlləfiyyətinə qatlanmaqdansa, bilməyib cahil qalması, üzürlü olması daha yaxşıdır. Yenə Suyuti Əl-İtqan fi Ulumil Quran adlı əsərində buyurur ki, İmam Zərkəşi Əş-Şafidən nəql edərək buyurur ki, heç kəsin cəhaləti ilə üzürlü olmadığı məsələlərə gəldikdə isə, bu şəri hökmləri və tövhidin dəlillərini əhatə edən, heç kəsə qarışıq, çətin gəlməyən məsələlərə aiddir. Tövhid və şəri hökmləri, qəti şəri hökmlərdə nə deyir? Cəhalətin heç kəsə üzürlü olmadığı məsələlərə gəldikdə isə. İmam Alusi rahimehullah Ruhul Bəyan adlı əsərində Hafiz Əbu Abdullah Həlim Əş-Şafidən nəql edərək buyurur ki, seçim haqqı olan, əqli başında olan bir kəs Allaha edilən hər hansı bir dəvəti eşitdikdə bu haqda düşünməyi tərk edərsə, bununla dəvətdən üz çevirmiş olar və kafir olar. Allaha dəvəti eşidən bir kəs artıq onu tərk edirsə, onun haqqında düşünməyi, onu araşdırmağı tərk edirsə, dəvətdən üz çevirmiş kafirdir. Cəhaləti ilə üzürlü də deyildir. Sizin bu cəhaləti ilə üzürlü dediyiniz kəslər hansılardandır? Tövhid haqqında Allaha dəvətdən heç bir şey eşitməyən, eşitmə imkanı olmayan, heç bir dəvət ona çatmayan kəsdir, yoxsa dəvətdən üz çevirib öz həyatlarını yaşayan kəslərdir. İbn Qayyim rahimehullah buyurur ki, Tariqul Hicrateyn əsərində, İslam Allaha təkləşdirmək, yalnızca ona ibadət etmək və ona şərik qoşmamaq, Allaha və Rəsuluna iman gətirmək və onun gətirdiklərinə tabi olmaqdır. Qul
bunları etmədiyi müddətcə müsəlman olmaz. Fikir verin. İslam Allahı təkləşdirmək, yalnız ona ibadət etmək, ona şərik qoşmamaq, Allaha və Rəsuluna iman gətirdiklərinə tabi olmaqdır. Qul bunları etmədiyi müddətcə müsəlman olmaz. Əgər inatçı bir kafir deyilsə, cahil bir kafirdir. İnatçı bir kafir deyilsə, cahil bir kafirdir. Onların inatçı olmamaları onları kafir olmaqdan xilas etməz. Onların inatçı olmamaları, yəni cahil olmaları onları nədir? Kafir olmaqdan xilas etməz. Çünki kafir ya inad ilə, ya da cəhaləti və inad əhlini təqlid etməsi səbəbi ilə Allahın təkliyini inkar edən və Rəsulunu yalanlayan kəsdir. Kafir kimdir? Ya inad ilə, ya cəhaləti səbəbi ilə, ya da inadkar birini təqlidi səbəbi ilə Allahın təkliyini, tövhidi və Rəsulunu yalanlayan kəsdir. Bəzi kəslər burada qəsd iddia edirlər ki, güya ki İbn Qayyim əsli kafirlərdən danışır. Halbuki biz açıq bunu görürük ki, İbn Qayyim rahimehullah İslam'a tərif edərkən ümumi ləfzlərdən istifadə edir ki, İslam budur. Və deyir ki, kim bununla gəlməzsə, kimliyinə fərqi olmayaraq, Allahı tövhidləşdirməzsə, Allah və Rəsulunun gətirdiklərinə iman etməzsə, o müsəlman deyildir. Açıq ləfzlərlə bunu bəyan edir. Yenə İbn Qayyim rahimehullah Əbül-Vəfa İbn Aqil rahimehullahdan nəql edərək buyurur ki, Əbül-Vəfadan çox gözəl bir bölüm gördüm. O belə deyir, cahillərə və avamlara mükəlləfiyyət çətin gəldikdə, şəriətin hökmündən öz qoyduqları hökmləri keçdilər. Cahillərə və avamlara adını cahil qoyur. Deyir ki, şəriətin hökmləri ağır gəldikdə, öz hökmlərinə keçdilər. Mənə görə bu kəslər bu hökmlərinə görə kafirdirlər. Məsələn, qəbirləri təzim etmələri, türbəyə çevirmələri, ehtiyaclarını onlardan istəmələri, təbərrük məqsədi ilə oradan torpaq götürmələri, Lat və Üzzəyə ibadət edənlərə tabi olaraq onlara əskilər bağlamaları və s. kimi bunu edənlər kafirdirlər. Liğasatul Ləhvan adlı əsərində İbn Qayyim rahimehullah bunu bəyan edir və adını da nə deyir? Cahillərə və avamlara. Əbu Büteyn rahimehullah həmin nəqli zikr edərək İbn Qayyimin İbn Aqildən gətirdiyi bu nəqli zikr edərək buyurur ki, Əl-İntisar əsərinin 74-cü səhifəsində buyurur ki, İbn Aqilin bu kəsləri cahil adlandırması və cəhalətlərini ifadə etməsi ilə bərabər onları necə təkfir etdiklərinə bax. Əbu Büteyn nə deyir? Deyir, İbn Aqilin bu kəsləri cahil adlandırması və cəhalətlərini ifadə etməsi ilə bərabər, onların cahil olduqlarını ifadə etməsi ilə bərabər, onları necə təkfir etdiklərinə bax. İbn Teymiyyə rahimehullah şirk dualardan bəhs edərkən buyurur ki, Allahdan başqa ölü və ya qeybdə olan birinə dua edərək belə deməsidir. Ey seyyidim filan kəs, mənə yardım et. Ey seyyidim filan kəs, düşmənlərə qarşı bizə kömək ol. Bunlardan daha böyüyü isə müşrik cahillərin belə deməsidir. Məni bağışla, günahlarımı bağışla. Adını qoyur müşrik cahillər. Hənəfilərin imamlarından Minhəcül Musallin adlı əsərin müəllifi buyurur ki, əgər bir kəs küfür sözlər danışarsa, bununla kafir olar. Və əgər bir toplum ondan bu sözləri qəbul edərsə, onlar da kafir olar və cəhalətləri ilə üzürlü olmazlar. Bir kəs küfür sözlər danışır, açıq küfür var sözlərində, o bununla kafirdir. Bir toplum ondan o sözləri qəbul edərsə, təsdiqləyərsə, onlar da kafirdir və cəhalətləri ilə üzür olmazlar. İmam Şafi rahimehullah yenə buyurur ki, Ər-Risalədə buyurur ki, elm iki növdür. Əqli başında olan heç kəsin cəhalətlə üzürlü olmadığı ümumi elmlər. Dedilər ki, bunlar hansılardır? Dedim ki, 5 vaxt namaz, Ramazan orucu, həc, mallardan zəkat vermək, zinanın, adam öldürməyin, oğurluğun haram olması və s. Bu növdən olan hökmlərin dəlilləri Allahın kitabında və İslam əhlinin yanında ümumi olaraq bilinməkdədir. Bu nəql etdiklərimiz 4 məzhəbdən olan imamların çox azının,
Yəni yüzlərlə var belə nəqillər. Çox azının nəql etdiyi sözlərdir. Keçək dəvət imamlarına və ya onlara yaxın olan zamanımızın imamlarının sözlərinə. Şeyx Abdurrahman bin Hasan rahimehullah buyurur ki, Əl-Fətavə Əimmətin Nəcidiyyə 3-cü cild 232-ci səhifədə alimlər istiqamət mənhəcində olmuşlar. Onlardan heç biri əgər bir kəs küfür söz desə və ya küfür əməl etsə, bununla kəlmə-i şəhadətə zidd olduğunu bilməzsə, cəhalətinə görə üzürlüdür deməmişdir. Abdurrahman ibn Hasan burada sanki icma zikr edir ki, heç bir alim deməmişdir ki, əgər bir kəs küfür söz deyər və ya küfür əməl edərsə və bunun kəlmə-i şəhadətə, yəni tövhidə zidd olduğunu bilməzsə, cəhalətinə görə üzürlüdür. Heç bir alim bunu deməmişdir. İcma zikr edir. Yenə buyurur ki, həmin əsərin 231-ci səhifəsində, hər kafir 3-cü cild 231-də buyurur ki, hər kafir xətalıdır. Müşriklər salih kimsələrə ibadət etmə səbəbi, müşriklərin salih kimsələrə ibadət etmə səbəbi təvilləri səbəbiylədir. Bununla bərabər onlar xətaları və təvilləri səbəbilə üzürlü deyillər. Şeyx Əbu Büteyn rahimehullah buyurur ki, zamanımızda məbədlərə, qəbirlərə ibadət edənlər şübhəsiz ki, onlara cahil olduqları üçün ibadət edirlər. Əgər onun şirk olduğunu bilsəydilər, onun Allah və Rasulun onu qadağan etdiyini bilsəydilər, əsla bunu etməzdilər. Lakin buna baxmayaraq, icma ilə alimlər onları təkfir etmiş və onların icma ilə cəhalətini üzr görməmişlər. Buna baxmayaraq, bütün alimlər onları təkfir etmiş və icma ilə onların cəhalətini üzr görməmişlər. Bu da üçüncü bir icma. Yenə Şeyx Əbu Büteyn rahimehullah həmin əsərin Fətavə Əimmətin Nəcidiyyə əsərinin 232-ci səhifə, 3-cü cild 232-ci səhifəsində buyurur ki, Quran şirkdə müqəllidin üzürlü olduğunu söyləyən kəsi rədd etmişdir. Yəni müqəllidin təqlid etməklə, kimisə təqlidlə şirk edən kəsin üzürlü olduğunu söyləyən kəsi rədd etmişdir. Yəni bu kəslər deyil, filan kəslər, bunlar belə görüblər, özlərini İslama nisbət edirlər, amma təqlid edirlər, belə görüblər, onu İslamdan bilirlər, ona görə üzürlüdürlər. Deyək ki, Quran şirkdə müqəllidin üzürlü olduğunu söyləyən kəsi rədd etmişdir. Bunu deyən kəs Allaha iftira atmış və yalan danışmışdır. Alimlər tövhiddə təqlidin üzür olmamasında icma etmişdilər. Tövhiddə təqlidin üzürlü olmamasında icma etmişdilər. Bu da dördüncü bir icma. Şeyx Süleyman bin Sahman rahimehullah buyurur ki, şübhəsiz Allahdan başqasına edilən ibadət və bunun Allah ilə bərabər ortaq qoşularaq peyğəmbərlərə, salihlərə edilməsi olan böyük şirkdə heç kəs cəhaləti ilə üzürlü deyildir. Çünki bunun bilinməsi və buna iman İslamın zərurətlərindəndir. İmam Şevkani rahimehullah Ər-Risalət-i Sələfiyyə 8-ci cild 23-24-cü səhifədə buyurur ki, yəni bu kəslərin etdiklərinin şirk olduğunu bilməməsini bəhanə gətirənlərə rəddiyə verərək buyurur ki, deyirlər bunlar bilmir etdikləri şirkdir. Onlara üzür gətirirlər bu kəslər. Onlara rəddiyə verərək buyurur ki, əgər sən desən ki, ölülər haqqında bu etiqada sahib olan kəslər bu etdiklərinin şirk olduğunu bilmirlər. Hətta onlardan birinin boynuna qılınc dayasan, nə Allaha şərik qoşduğunu, nə də şirk etdiyini təsdiq etməz. Sən onlardan birini boynuna qılınc dayasan belə, o boynunu almaz ki, mən etdiyim şirkdir. Təsdiq etməz onu. Hətta bunun şirk olduğuna dair az bir şey bilsə, yenə bunu etməz. Bunlar belə bir üzür gətirirlər. Mən deyirəm ki, bəli, məsələ sənin dediyin kimidir. Amma sənə gizli qalmamalıdır ki, riddətin səbəblərində elmə etibar edilməz. Yəni bir kəs bunu bilməlidir, etdiyinin şirk olduğunu bilməlidir. Yoxsa mürtəd olmur, yoxsa İslamdan çıxmır. Bilməyərək edir. Biz bilərək etsəydi kafir olardır kimi mənasız boş sözlər keçərli deyil. Deyir ki, ancaq sənə gizli qalmamalıdır ki, riddətin səbəblərində elmə etibar edilməz. Yəni, dediyin sözün
və ya etdiyin şirkin küfür olmasında sənin onu bilib bilməməyinə etibar edilməz. Açıq deyir ki, etdiyin şirkin və dediyin sözün küfür olub olmamasında sənin onu bilib bilmədiyinə etibar edilməz. Ər-Risalətü Sələfiyyə 8-ci cild 23-24-cü səhifə. Yenə Suudun keçmiş ən məşhur müftilərindən olan Muhammed bin İbrahim rahiməhullah buyurur ki, tövhiddə cəhalət üzürlüdürmü? Tövhiddə cəhalət yoxdur. Belə bir məsələnin cahili olunmaz. Bu dindən üz çevirməkdir. Heç insan günəşdən cahil qala bilərmi? Fətavasında 12-ci cild 198-ci səhifədə bunu buyurur. Yenə Şeyx Əbu Büteyn rahiməhullah Əl-İntisar əsərinin 46-cı səhifəsində buyurur ki, hər məzhəbdən alimlər sayılması mümkün olmayan sayda sahibini küfrə salan sözlər, feillər və etiqadlar zikr etmişdilər. Öz kitablarında, mürtəd babında insanı küfrə soxan sözlər, feillər və etiqadlar zikr etmişdilər. Və bunları inadçılara xas etməmişdilər. Yalnız inad edən kəs buna aiddir deməmişdilər. Şübhəsiz ki, təvil, ictihad, xəta, təqlid və ya cahil olaraq küfr edənin üzürlü olduğunu deyən kəslər kitaba, sünnətə və icmaya müxalifət etmişdir. Bu da bir icma. Deyir ki, şübhəsiz ki, təvil, ictihad, xəta, təqlid və ya cahil olaraq küfr edənin, şirk edənin üzürlü olduğunu deyən kəslər kitaba, sünnətə və icmaya müxalifət etmişdir. Yenə şeyx buyurur ki, bütün alimlər küfür və riddət haqqında danışarkən şirki də zikr ediblər. Bütün alimlər, bu icmadır, küfür və riddət haqqında danışarkən şirki də zikr ediblər. Belə demişlər, şübhəsiz kim Allaha şirk qoşarsa kafir olar və cahili bundan istisna etməyiblər. Yenə Şeyh Muhammed bin Hamid Əl-Fəqih İbn Teymiyyənin İtiqad-ı Sırat-ı Müstəqim əsərinə təlqində buyurur ki, şübhəsiz Quran və sünnətin dəlilləri cəhalətin bir günah olduğu və üzürlü olmadığı haqqında açıqdır. Şübhəsiz Quran və sünnətin dəlilləri cəhalətin bir günah olduğu və üzürlü olmadığı haqqında açıqdır. Zəruri olaraq əql ilə bilinməkdədir ki, İstər din, istər dünya işlərində bir şeyin cahili onu ifsad edər, islah etməz. İnsan bir şeydən cahildirsə, o onu düzəldə bilməz, əksinə onu darmadağın edər. Bəzilərinin Allahın günah olaraq təqdim etdiyi və sahibini şiddətli cəzalandırdığı insanları İslamdan sonra cahiliyyəyə döndərən xorafatlarını cahiliyyəyə bağlamaları və bunu bir üzür kimi qəbul etmələri çox qəribədir. Bəzi kəslərin insanların etdiyi şirklərlə, küfürlərlə cahiliyyə qayıtmaları, cahiliyyə xurafatlarına qayıtmaları, hansı ki, o qayıdırlar, bəziləri də həmin kəsləri üzür gətirirlər ki, bunlar cahildirlər. Deyib, belə bir üzür gətirmək çox qəribədir. Yenə İbn Baz buyurur ki, alimlər bu məsələləri və İslamı pozan şeylər haqqında fiqh kitabında zikr ediblər. Kim bu məsələni yaxşı bilmək istəyirsə, Hənəfi, Şafi, Həmbəli, Maliki elm əhlinin kitablarına müraciət etsin. Heç kəsin bu məsələlərdə cəhalət iddiası ilə üzürlü olması caiz deyildir. Dinin üsullarından danışır və buyurur ki, alimlər danışıblar bu kitablarında. Heç kəsin bu məsələlərdə cəhalət iddiası ilə üzürlü olması caiz deyildir. Çünki bu məsələlər müsəlmanlar arasında məlum olan məsələlərdəndir. Bunların hökmü Allahın kitabında və Rəsulun sünnəsində açıqdır. Yenə Fətava Əimmətin Nəcdiyyə 3-cü cild 339-cu səhifədə İbn Baz belə deyir. Özünə tövhidin mənasını öyrədəcək bir kəs gəlmədiyi üçün cahil olaraq ölən kəs müşrikdir. Fikir verin, özünə tövhidin mənasını öyrədəcək, dəvətçi gəlməyib, buna heç kəs heç nə çatdırmayıb. Tövhidi öyrədəcək bir kəs gəlmədiyi üçün cahil olaraq ölən kəs müşrikdir. Cənazəsi daşınmaz, namazı qılınmaz, dua edilməz, bağışlanma diləməz. Bunlar caiz deyil.
Bu kəslər haqqlarında etmiş olduqları işlərin şirk olduğunu açıqlayan kəslərin gəlmədiyini bəhanə etmək ilə üzürlü deyillər. Bu kəslər haqlarında etmiş olduqları işlərin şirk olduğunu açıqlayan, yəni şirk ediblər, onların etdiklərinin şirk olduğunu açıqlayan bir kəs gəlməyib. Bunu bəhanə etməkləri ilə üzürlü deyillər. Çünki Quranda dəlillər açıqdır və aralarında elm əhli mövcuddur. Düşdükləri şirk haqqında soruşma imkanına sahibdirlər. Amma bu kəslər üz çevirib öz hallarından razı olmuşdular. Sizin cahilliklə üzürlüdür dediyiniz kəslər hansılardandır? Soruşub öyrənməyə heç bir şəkildə qadir olmayan, imkanı olmayan, yoxsa istənilən anda, istənilən halda, istənilən dəqiqədə soruşub haqqı araşdırıb öyrənməyə qadir olan kəslərdir, üz çevirən kəslərdir. Yenə İbn Baz Fətava və Tənbihat 239-cu səhifədə buyurur ki, cəhalətin üzür olub-olmadığı haqqında suala cavab verərkən buyurur ki, cəhalətin üzür olub-olmamasında təfsilat vardır. Hər kəs cəhalətinə görə üzürlü deyildir. İslamın gətirdiyi, Rəsulun bəyan etdiyi və müsəlmanlar arasında yayğın olan məsələlərdə cəhalət üzürlü deyildir. İslamın gətirdiyi, Rəsulun bəyan etdiyi və müsəlmanlar arasında yayğın olan məsələlərdə, xüsusilə əqidə və dinin əsilləri ilə əlaqəli məsələlərdə, bəzi insanlar dində bilinməsi zəruri olan məsələlərdə cəhalət iddia edərsə, məsələn, şirk və Allahdan başqasına ibadətlə əlaqəli məsələlərdə, namazın, orucun, zəkatın vacib olması kimi məsələlərdə bu iddia əsla qəbul edilməz. Eyni şəkildə din ilə istehza etmə, dini söymə və s. bu qəbildəndir. Bunların hamısı böyük küfürdür və edənin cəhalətlə üzürlü olmadığı məsələlərdəndir. Amma İslamdan uzaq olan bölgələrdə müsəlmanların olmadığı, Afrikanın ucqar nöqtələrində olan kəslər üçün cəhalət qəbul edilə bilər. Fikir verin. Amma İslamdan uzaq olan bölgələrdə müsəlmanların olmadığı, Afrikanın ucqar nöqtələrində olan kəslər üçün cəhalət qəbul edilə bilər. Bu sizin cəhalətlə üzürlü müsəlmanlar dediyiniz hansı da bunlardır. İslamdan uzaq olan, müsəlmanların olmadığı Afrikanın ucqar nöqtəsində yaşayan kəslərdir. Siz onlara cahilliklə üzürlüdür və cəhalətin üzür olmadığında şaz görüş deyirsiniz. Və arxasınca buyurur ki, əgər bu hal üzərə ölərsə, Allaha qalmışdır. Hökmü fətrət əhlinin hökmü kimidir. Müsəlmanların arasında yaşayıb şirk edən, vaciblərdən birini inkar edən kəs cəhaləti ilə üzürlü deyildir. Fətava və Tənbihat 239-cu səhifə. Yəni, qardaşlar, bu dediyimiz, bu haqda olan nəqillərin mində biridir. Yəni, bu açıq bir məsələdir. Hansı alimdən istəsəniz, bu barədə yüzlərlə nəqillər mövcuddur. Subhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.